Salam xanımlar, yeni vloguma hoş gəlmisiniz. Bugün oğlum Muradın doğum günüdür. 2 yaşı tamam olur. Allah bütün övladları qorusun. Bizimkilər də olan içində. Onun için tort sifariş eləmişəm. Belə tortu bəyənirdi, maşınlı. Oyuncaqları, rəngli oyuncaqları daha çox sevir. Ona görə mən də tortunu belə elədim. Visalə xanım daha doğrusu hazırladı. Əllərinə sağlıq. Və Lido restoranı var Masallıda. Yoldaşımla gəldik. Öncədən rezerv elədik. Öz ailəmiz, baldızımgil, mamam, qaynanam, qaynatam, öz ailəmiz Muradın doğum gününü birlikdə qeyd elədik. Hanımlar, buradaki musiqi səsini səssizə aldım. Çünki YouTube icazə vermir musiqiyə. Ona görə təlif haqqı yediyimə görə, ona görə belə paylaşmalı oldum. Sevinir, panda dolu gəlir. Bibisi alıb hədiyyə olaraq ad günüsü üçün. Buradan sağ olun, təşəkkürümü bildirirəm. Nənələri də, 2 dənə nənəsi, babası da pul hədiyyə elədilər Murada. Hər kəsə təşəkkürümü bildirirəm. Murad sevinir. Televizora baxanda onun ən sevdiyi multfilm Maşa və Ayıdır. Hər zaman onları izləyir. Stolunda uzanır, izləyir, xoşlayır elə yemək yeyəndə, nəsə çay içəndə televizora baxsın. Bir xeyli uzanır, bəzən görsən öz üzünə yatır. Və qızlar burada gəldi, soyuq əllər isti ürəklərə. Burada da özünə dost tapıb. Bir yerdə durmur, yarım saat belə əlimdən tutdu, gəzdi. Ondan sonra deyir ki, əlimi burax, mən özüm gəzirəm. Bir yerdə durmur. Əvvəllər onu aldada bilirdim, nəyinəsə başını aldada bilirdim də, nəsə istəyəndə deyirdim ki, gedə verim. İndi bilir ki, onu aldadıram, inanırsınız var ha. Hər şeyi başa düşür, aldatmaq olmur onu.
Hanımlar, ilk önce vlogumu paylaştım kanalımda. Musiqili şəkildə paylaşmışdım. Çünki soyuq ətlər, isti ürəklərdə hər yanda musiqi ifaları gəlir. Ona görə mən də belə çəkmişdim. Paylaşım eləyəndən sonra səhifəmdə gördüm ki, mənə təlif haqqı gəldi. YouTube icazə vermirdi. Ona görə silməli oldum. Yenidən montaj edirəm. Ona görə bəzi musiqi olan yerləri səssiz alıb özüm danışıram. Bəzi yerləri isə elə o şəkildə paylaşdım. Maraqlı idi, mən bəyəndim. Qiymətlər də müxtəlifdir. 3 manatdan tutmuş, daha 20-30 manata qədər qiymətlər dəyişir. Çalışdığım qədər sizin üçün də çəkmişəm. Çox da yaxından çəkməsəm də belə uzaqdan da olsa çəkmişəm. Murad da maşallah olsun bir yerdə qalmırdı. Hər şey ona maraqlı gəlirdi. Şaxta babalar da çox idi. Turistlər maşallah olsun şəhərdə çox idi. Çoxu da demək olar ki, ərəb, İranlılar, bir də ərəbliləri mənə çox rast gəldi. Murad qorxur. Deyirəm get yaxın, qorxur, getmədi. Bir də xanımlar, kanalıma bəzən baxıram ki, abunə olmadan məni izləyirsiniz. Xahiş edirəm, abunə olun, mənə dəstək olun. Mən də sizin üçün gözəl vloqlar paylaşıram. Biz gedəndə adamlar az idi. Biz biraz tez getdik. Təzə açılmışdı da. Sonra keçdi, maşallah olsun, insanlar o qədər çoxaldı. Axşamdan daha da çoxlar məncə. Amma hava çox gözəl idi. Buradakı aksesuarlar da çox gözəl idi. İncə və şık görünürdü. Biri-birindən gözəl. Burada da sizin üçün qiymətləri çəkdim. Burada kafe kimidir. Dönər, lahmacun, nə istəyirsiniz verirlər. Yuxarısında oturub rahat yeyə bilirsiniz. Yuxarısı kafedir. Buranın üstünü deyirəm, şaurma yeri. Sade mi? Necədir? Kızdı. Xeyr, oğlandı. Beş